Yaraşıqlı olmaq qadını saxlamaz. Dürüst olmaq qadını saxlamaz. Sadiq olmaq qadını saxlamaz. Yaxşı rəftar etmək qadını saxlamaz. Həmişə yanında olmaq qadını saxlamaz. Dəyər vermək qadını saxlamaz. Cəfakeş olmaq qadını saxlamaz. Sevgi göstərməyin qadını saxlaya bilməz. Onunla çox zaman keçirməyin qadını saxlaya bilməz. Ən yaxşı niyyətli biri olsan da onu saxlaya bilməzsən. Bir qadının yanında qalmasının tək yolu onun səninlə qalmaq istəməsidir. Onu zorla saxlaya bilmərsən. İstəmirsə, yalvarsan da səni sevməz, səninlə qalmaz. Bir qadın ən çətin anlarınızda sizi tək buraxmayıb, sizinlə qalıb mübarizə aparmağından sizinlə qalmaq istədiyini anlayarsınız. Çünki bir qadın yalnız həqiqətən sevdiyi bir kişi üçün mübarizə aparar. Çətin anlarınızda qadın sizinlə birlikdə mübarizə aparmaq istəmir, sizinlə qalmaq istəmir. Buradan çıxarılacaq dərs, istəməyən bir insanı zorla həyatınızda saxlamayın. Siz onu buraxmasanız da, o sizi ən çətin anınızda buraxacaq. Ona görə də vaxtında buraxın, sonra gec olacaq. Güclə gözəllik olmaz, zorla məhəbbət alınmaz.